Gençlik zamanın özü, adalet hakkın sözü. Gençlik bütün dünyanın sabaha bakan gözü. Gençlik zamanın özü, adalet hakkın sözü. Gençlik bütün dünyanın sabaha bakan gözü. Halkımızın inamı, ilhamın gür sesiyik. Bu otlar diyarının xoşbəxtlik nəğməsiyik. Azərbaycan gəncləri, vətənin ümid yeri. Azərbaycan gəncləri, yurdun nurlu səhəri. 2007-ci ildən Yeni Azərbaycan Partiyası olaraq demək, həm yay məktəbləri təşkil olunur və həm qış məktəbləri təşkil olunur gənclərlə bağlı və bu gün də gənc liderlərin növbəti qış məktəbini artıq Oğuz rayonunun Afra otelində artıq tədbirə toplaşmışıq. Bu günləri 100-ə yaxın gənc burada iştirak edir və Bakı şəhərinin və bir sıra rayonların demək Yeni Azərbaycan Partiyasının üzvü olan gəncləridir və burada bir sıra məsələlər müzakirə olunur və əsasən müzakirə olunan məsələlər gənclərin debatlarda aktiv şəkildə intellektual səviyyələrin artırılması və onların qarşılıqlı belə deyək debat şəklində təşkil olunmuş söhbətlərinin burada bir iştirakçı olacaq. Burada əsasən mövzular həm demək bir çox mövzulara toxunulacaqdır bu 5 gün ərzində. Demək, onun da başlanılacaq bu qış məktəbi ayın 14-də yekunlaşacaq. 2007-ci ildən Yeni Azərbaycan Partiyası tərəfindən start verilən yay və qış məktəbləri ənənəvi olaraq bu ildə davam edir. Bu ildə qış məktəblərində 100-ə yaxın gənc iştirak edir. Həqiqətən Yeni Azərbaycan Partiyasının təşkil etdiyi yay və qış məktəbləri gənclər arasında həmrəylik körpüsüdür. Çünki yeni dostlar qazanırıq, yeni uğurlar əldə edirik. Azeri